Qəbir əzabı varmı? Quran-ı Kərim ölüm ilə yuxu arasında möhtəşəm bir paralellik qurur. Bu sadəcə bədii bənzətmə deyil, şuurun və zamanın mahiyyətini izah edən fundamental bir prinsipdir. Zümər surəsi, 42-ci ayə. Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə yuxuda ikən alar. Ölümünə hökm verdiyini saxlayır, digərini isə müəyyən olunmuş vaxta qədər buraxır. Ən'am surəsi, 60-cı ayə. Sizi gecə öldürən, yəni yuxuladan, gündüz etdiklərinizi bilən və müəyyən olunmuş vaxt tamam olsun deyə gündüz sizi dirildən odur. Bu ayələr insanın şuur vəziyyətini anlamaq üçün mühüm açardır. Yuxu, insanın maddi aləmdən qismən qopduğu, zaman və məkan hissini müvəqqəti itirdiyi bir haldır. Ölüm isə bu vəziyyətin daha mütləq, geri dönüşü olmayan və tam formasıdır. İnsan adi yuxuda olarkən, əgər bioloji olaraq yaşayırsa, onu səs və ya fiziki toxunuşla oyatmaq mümkündür. Lakin ölüm yuxusuna dalmış birini heç bir bəşəri çağırış oyada bilməz. Onu yalnız qiyamət günü kainatı sarsıdacaq sur səsi oyadacaqdır. Yəni, bərpa prosesi baş verəcək. Buradan mühüm bir məntiqi nəticə çıxır. Ölən insan bu dünyadakı səsləri eşitmir ki, çağırışlara cavab versin. Onu sükutdan ayıracaq tək şey surun səsidir. Əlbəttə, ölülər bizi eşidirmi məsələsi ayrıca və geniş bir mövzudur. Növbəti yazılarımızda bu məsələyə və şəhidlik məqamına mütləq toxunacağıq. İnsanın yatarkən zaman anlayışını itirməsi hər kəsə məlumdur. Neçə saat yatdığımızı yalnız oyanandan sonra xarici ölçü vasitələri ilə, saatla və ya günəşin vəziyyəti ilə anlaya bilərik. Ölüm də məhz bu prinsip üzərində qurulub. İnsan öldüyü an onun şuurunda zaman dayanır. Qiyamət günü dirildikdə isə ölümündən sonra keçən vaxtı xatırlamayacaq. Dünyada yaşadığı müddət isə ona bir göz qırpımı, bir neçə saat kimi gələcək. Qurani Kərim bu məsələni aşağıdakı ayələrlə təsdiqləyir. Yunus surəsi 45-ci ayə. Sanki gündüzün yalnızca bir saatını qalmışlar kimi bir-birlərini tanıyacaqlar. Taha surəsi 103-cü ayə. Onlar öz aralarında deyəcəklər. Cəmi 10 gün qaldınız. Rum surəsi 55-ci ayə. Qiyamət qopduğu gün, günahkarlar yalnız az bir müddət qaldıqlarına and içəcəklər. Əhqaf surəsi 35-ci ayə. Vəd olunduqlarını gördükləri gün, gündüzün bircə saatı qədər qaldıqlarını zənn edəcəklər. Naziyyat surəsi 46-cı ayə. Qiyaməti gördükləri an, yalnız bir axşam çağı və ya bir gündüz qədər yaşadıqlarını güman edəcəklər. Bu ayələrin ortaya qoyduğu məntiq qəti və rədd edilməzdir. İnsan üçün yer üzündə keçirdiyi 10 illiklər, 100 illiklər belə dirilmə anında sadəcə bir an kimi görünəcək. O, dünyadakı həyatını dumanlı şəkildə xatırlasa da, ölüm anı ilə dirilmə anı arasında keçən müddətdə zamanla əlaqəsi kəsildiyi üçün heç bir şeyin fərqində olmayacaq. Burada ən güclü məntiqi sual ortaya çıxır. Əgər qəbirdə 1000 illərlə davam edən bir əzab və ya sorğu-sual olsaydı, insan qiyamətdə ayılanda yeryüzündə cəmi bir saat qaldıq deyə bilərdimi? Əlbəttə xeyr. Uzun müddətli qəbir əzabına məruz qalan bir şuurun bu əzabdan heç bir fraqment xatırlamaması qeyri-mümkündür. Əgər xatırlasaydı, heç olmasa bu barədə Quranda bir ayə olardı. Quranda qəbir əzabına dair heç bir birbaşa ayənin olmaması da məhz bu məntiqi sükutu tamamlayır. Beləliklə, ölüm halı ilə qiyamət arasında subyektiv bir zaman fərqi yoxdur. Ölüm anı və dirilmə anı insan şuuru üçün bir-birinə bitişik iki andır. İnsan ölür, şuur dayanır, insan dirilir, şuur bərpa olunur. Onun xatırladığı tək şey yer üzündə diri olarkən keçirdiyi müddətdir və o da yuxarıdakı ayələrin təsdiqlədiyi kimi ona sadəcə bir an kimi gəlir. Bu yanaşma həm də ilahi ədalət prinsipinə tam müvafiqdir. Təsəvvür edin, 5000 il əvvəl ölmüş bir günahkarla qiyamətdən cəmi bir neçə il əvvəl dünyasını dəyişmiş digər bir günahkar eyni əməlləri törədib. Birincinin 1000 illərlə qəbirdə əzab çəkməsi, digərinin isə daha az müddət gözləməsi ilahi tərəziyə uyğun gələrdimi? Əlbəttə ki, yox. İslamın ədalət anlayışı hər kəsin eyni anda vahid məhkəməyə, məhşərə çıxmasını tələb edir. Yasin surəsi 51-ci ayə. Sur üfürüləcək və onlar qəbirlərindən Rəblərinə tərəf tələsərək çıxacaqlar. Nəticə etibarilə qəbir əzabı anlayışı Quranın ümumi məntiqi və ilahi ədalət sistemi ilə ziddiyyət təşkil edir.
Ayələr açıq şəkildə göstərir ki, ölümlə dirilmə arasındakı dövr zamanın donduğu, insan şuurunun dərin bir yuxu statusunda saxlanıldığı müvəqqəti mərhələdir. İnsan yalnız böyük oyanış günü, qiyamətdə gözünü açacaq və həyatda yaşadığı vaxtı sadəcə bir an kimi xatırlayacaq.